Herkese salamlar əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizi illərin həsrəti, uşaqlıq xatirələrimizin pıçıldadığı çox doğma bir ünvana aparıram. Bura Laçındır. Laçının Füsunkar uca dağlar qoynunda yerləşən Nağdalı kəndi. Zamanın dayandığı, daşın, torpağın dil açıb xatirələri danışdığı o müqəddəs məkanlardan biri. Aşağı düşmüştü. Bax bunlar hamısı çəkdiyim, hamısı bizim ərazi. Baba hamısı. Baba da evdən qalan. Ermənilərin elədiyi. Tarixən Şam kənd Sovetliyinə daxil olan 7 doğma kəndimizdən biridir Nağdalı. Çorman, Bozdağan, Şam kənd, Ələkçi, Narzan, Quvat və Nağdalı. Kəndimiz Laçın rayonunun şimal-şərqində, heybətli Qırqız dağlarının ətəyində qərar tutub. Bir tərəfdən Kəlbəcərlə, digər tərəfdən isə Ağdərənin Vəngli və Dovşanlı kəndləri ilə sərhəddir. Bu dağların hər addımında böyüklərimizin izi, hər daşında baba-oğul yadigarı var. Amma bugün gəlib çatdığımız bu nöqtə mənim üçün adi bir kənd, adi bir mənzərə deyil. Bura bizim dədə-baba ocağımızdır. Ayaq bastığımız bu viranə divarlar zamanında necə istiliklə, necə də həyat dolu idi. İllər sonra buralara dönərkən ocağımızın dağılmış daşlarına baxıb uşaqlığıma qayıtdım. Yaddaşımda qalan hər künc, hər detal bu gün də ilk gün kimi canlıdır. Burada 2 mərtəbəli, qırmızı damlı böyük bir evimiz var idi. Həyətində şırıldayan bulağı, buz kimi suyu olan hovuzu, təzə çörək qoxusu gələn təndirxanası gözümün önündədir. Uşaqlıqda ətrafında gəzdiyimiz kötük, oturduğumuz skamyalar, yanındakı masa və kölgəsində dincəldiyimiz uca ağaclar hələ də xatirəmdə yaşayır. Evin arxa tərəfində tövləmiz, aşağıda ucu bucağı görünməyən bostanımız və bağımız var idi. Bura bir vaxtlar ailəmizin gülüş səsləri ilə dolub daşan canlı bir ocaq idi. İndi bu dağıntılara baxdıqca ürəyimdə həm acı bir niskil, həm də doğma evimizə yenidən qovuşmağın gətirdiyi böyük bir qürur hissi var. Uşaqlıq illərimizin ən unudulmaz səhifələri bu dağlarda yazılıb. Hər il yay tətili gələn kimi yolumuz Laçına, Şuşaya düşərdi. Bakıdan yola çıxıb burada doğma ocağın qapısına çatan kimi babam hər gəlişimizə şükranlıqla bir qurban kəsərdi. Nənəmin saz üstə pişirdiyi o isti yuxanın, təzə çörəyin, ətri ocağın tüstüsünə qarşı bütün həyəti, ətrafı bürüyərdi. Hər günümüz ayrı bir macəra idi. Dağ şəlalərində, coşqun çaylarda çimmək, Qırqız dağlarının geniş döşlərində at çapmaq, bir-birindən büllur bulaqları gəzib o şəfalı sulardan içmək. O günlərin hər anı xatirimizdə bir xəzinə kimi qalır.
Elə. Ailəmizin, dədə-babamızın təsərrüfatı da çox böyük idi. 100-dən çox qoyun sürümüz, 40-50 quzumuz, 50-dən artıq inəyimiz, 10-15 camışımız, 11 baş atımız və həyətdə saysız hesabsız toyuq cücə, hind toyuğu, ördək və qazlarımız var idi. Bu torpaqlar heyvandarlıq üçün əvəz olunmaz bir cənnətdir. Zəngin və müxtəlif növ ot örtüyü, dağ çaylarının büllur suyu təsərrüfatın məhsuldarlığını dəfələrlə artırır. Təkcə həyətimizlə bitmirdi. Dağlarda geniş otlaqlarımız, biçin yerlərimiz var idi. Qırqıza doğru qalxdıqca Göllüyurt, Nəsibli, Çiçəkli, Kötanqaya, Sarıbulaq, Ağbulaq, Yəhər, Yaldibəyin çayı, Arduşlu, Qazan göl kimi cənnət misal məkanlarımız və biçənəklərimiz var idi. Kənd sakinlərimizin şəxsi təsərrüfatlarından əlavə, Nağdalının özünün 5 və ya daha çox dövlət ferması fəaliyyət göstərirdi. Hər birində 200-300-dən çox inək saxlanılırdı. Bir sözlə bol ətin, yunun, dərinin, südün, qatığın, çiyənin və təmiz balın bərəkətli ünvanı idi kəndimiz. Üstəlik hər bir kəndli öz bağ bostanı ilə də məşğul olurdu. Əminliklə demək olar ki, bu bərəkətli torpaqlar bugün də Azərbaycanın kənd təsərrüfatının dirçəlişində, heyvandarlığın və aqrar sahənin inkişafında çox önəmli rol oynamaq gücünə malikdir. Nağdalının təbiəti təkcə otlaqları ilə deyil, sıx və zəngin meşə örtüyü ilə də insanı valeh edir. Dağların qoyununu bürüyən bu meşələrdə əsrlərə şahidlik edən uca palıd, fıstıq, vələs, cökə və ağcaqayın ağacları baş-başa verib. Zümrüd meşələrin təmiz hava balzamı, yarpaqların xışıltısı və quşların cəhcəhi insana əsl ruh sakitliyini bəxş edir. Bu yaşıl örtük həm kəndimizin təbii sərvəti, həm də dağlarımızın keçilməz qalasıdır. Kəndimizin ən böyük sərvətlərindən biri də onun buz kimi büllur sularıdır. Qırqız dağlarının qarlarından süzülüb gələn, dağların arasından coşku ilə axan şəfalı bulaqlarımız var. Sarıbulaq, Ağbulaq kimi unikal çeşmələr həm susuzluğu yatırır, həm də tərkibində zəngin minerallarla bədənə şəfa verir. Dağ çaylarımızın səsi, bulaqların şırıltısı kəndin hər bucağında bir nəğmə kimi əks olunur. Bu torpaqlar həm də inanılmaz bir flora və fauna zənginliyinə malikdir. Yaz-yay aylarında dağlar min bir rəngə boyanır. Kəkli otu, yarpız, bənövşə və min bir dərdin dərmanı olan dərman bitkiləri çölləri bürüyür. Meşə gilası, cəviz, alma, armud və dağdağan kimi yabanı meyvə ağacları meşələrimizə xüsusi bərəkət qatır. Bu təbiət zəngin heyvanat aləmin də doğma evidir. Meşələrimizdə və uca qayalıqlarda cüyürlər, dağ keçiləri, qonur aylar, canavarlar, tülkülər, porsuqlar, səmalarda isə qartal və kəklik sürüləri məskən salıb. Nağdalı canlı təbiətin və bərəkətin tam mərkəzidir. Əziz dostlar, bugün sizinlə birlikdə uşaqlığımın ən əziz xatirələrinə, dədə-baba ocağımızın dağılmış, amma ruhu hələ də diri olan divarlarına baş çəkdik. İllər ötsə də bu torpaqlara olan sevgimiz, ocağımızın istisi heç vaxt sönmədi. Yeni kadrlarla, doğma torpaqlarımızdan yeni görüntülərlə təkrar görüşənə dək özünüzə yaxşı baxın.
Sağ olun, salamat qalın. Hadi ha, Şamkent qəbristanlığı. Bunda təmiz quralı gibi. Obruzda da malqaraya fikir verin. Çok ya adam. Tepenin. Valihgil'in evinin altında. Tanıya bayrağı. Ha, kimse bu. Ha, Yusuf Emgil'deydiler. Ha, gördüm. Yusuf Emgil'deydi. İmran Erol'deydi. Gene malqara. Yukarıda Obruzda da. Valihgil'in evinin altında. Rüstemgil'in evinin. O da o Rüstem'in kardeşleri. Ha. Çobangil'in adı. Babanı görmedi mi? Babanı. Hadi yaş. Yaşamak əvəzinə. Bizim ev görsən. Görsən ana. Buradan tələsmə, yavaş-yavaş sürkü bilək. Hardan sonra çaydan güzələr. Evimizi görsən yuxarıdan. Mehman Dağı'nın Adamlar hamısı üstü de hamısı. Hamamın da altı kafamın. Çok karışık mesela. Bu hayatta neler oynamışız. Hamısı mamam takdir Sağ Varmıyorlar yan bayan. Karşılar var. Evliydi burada. Vardı. Yarvan oldu. O da sevgili Zeynep Gül. Rauf'un evi, Rauf'un bayrağı. Nazara. Deyanar buradan gör. Keçə bilərik arxamıza. Axın sakit budur. Ara keç. Hə, yox bu Nazar əmgilin qapısıdır. Bizim ev o deyildik. Deyə çınarlar. Böyle buradan keçmək olar. Yox keçsək hardan Bu bizə? zamanlar Tikə sonra nətər qalxarıq? Yok, yok. Yox keçmirik, indi getmirik. Yok,